Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsinə xalqımızın dərin ehtiramının göstəricisidir. Cəlilabad şəhərində keçirilən anım tədbirində rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatları, nümayəndələr iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Cəlilabad rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev qeyd edib ki, 2020-ci il sentyabrın 27-sindən Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks hücum əməliyyatlarına başlayaraq düşmənə sarsıdıcı zərbələr endirib. Əskər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi, dövlətimizin siyasi iradəsi nəticəsində böyük qələbənin təməli məhz həmin günü qoyulub. Şəhid ailələri və qazilər də tədbirdən çıxış edərək igid döyüşçülərin şücaətindən, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışdılar. Onlar Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək əbədi məşəl önünə əkilil və gül dəstələri qoyublar. Saat 12:00-da isə bütün ölkə ilə eyni vaxtda Cəlilabadda da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonda anım günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Elvin Qudrətov, İlqar Mustafayev, Bu gün informasiya proqramı üçün.